Hər kəs salam, bu dərsimiz informatikadan qraflar mövzusu olacaq. Biz modelləşdirmə dərsində informasiya modelinin növləri ilə tanış olduq. Bu növlərdən biri cədvəl informasiya modeli idi. İndi isə bu dərsimizdə isə cədvəl informasiya modeli haqqında ətraflı tanış olacaq. İnformasiya modellərinin geniş yayılmış formalarından biri cədvəldir. Cədvəl informasiya modellərində obyektlər haqqında məlumat düzbucaqlı cədvəl şəklində təqdim olunur. Baxın, aşağıda göstərdiyim nümunə cədvəl informasiya modelinə aid nümunədir. Biz cədvələ baxdıqda üfüqi istiqamətdə, baxın bu istiqamətdə bu sətr gedir, amma şaquli istiqamətdə baxdıqda isə bu sütun gedir. Bu cədvəlimizin birinci sətri, bax bura ilk sətirdir, başlıq sətirdir və burada sütun başlıqları qeyd olunur, yazılır. Misal üçün, bura olsun ad, bura olsun soyad, bura cins, burada maaş. Bax, bunlar sütun başlıqlardır. Və sütun başlıqlarında yazılanlar, bax, addır, soyaddır, cinsdir, maaşdır. Bunlar obyekt sayılır. Və hər bir obyektə uyğun olaraq sütun üzrə onların aşağısındakı xanalara həmən obyektlərin xassələrini yazırıq. Məsələn, ad sütun başlığında bu obyektə uyğun xassə nə ola bilər? Misal üçün, olsun Nigar. Onun aşağısında yazıram Nicat. Eyni ilə soyad obyektin aşağısındakı xanalara onun xassələrini yazıram Əliyeva. Onun aşağısında yazıram Aslanov. Eyni ilə cins sütun başlığında yazıram bura qadın, bura yazıram kişi. Maaş sütun başlığında isə olsun Nigarın maaşı 1200 manat, Nicatın maaşı isə 800 manat. Bax, dedik ki, sütun başlığında qeyd olunanlar obyektlərdir və bu obyektlərə uyğun olaraq sütun üzrə aşağıdakı xanalara onların xassələrini yazırıq. Bax, bunlar həmin obyektlərin xassələri hesab olunur. Xana nədir? Xana sətri və sütunun kəsişdiyi nöqtədir. Misal üçün, bura olsun A sətri, üfüqi istiqamətdə baxanda, burada olsun B sütunu. A ilə B-nin kəsişdiyi nöqtə bura düşür də, düzdür. Bu sahə xana hesab olunacaq. Biz sətr üzrə baxdıqda üfüqi istiqamətdə hər hansı bir şəxs haqqında ümumi məlumat əldə edirik. Misal üçün, Nigar haqqında ümumi məlumat əldə etmək istəyirsə, sətr üzrə baxırıq. Adı Nigardır, soyadı Əliyeva, cinsi qadın, maaşı 1200 manat. Amma sütun üzrə baxanda, sütun başlığında dayanan obyektin biz xüsusiyyətlərini görürük orada. Yəni, sırf o obyektə uyğun xüsusiyyətlər barədə məlumat əldə edirik. Məsələn, ad sütun başlığıdır, düzdür. Adları ancaq görür burada. Məsəl üçün, ada uyğun olan Nigardır, Nicatdır. Məsələn, ada Əliyeva deyil ki, bu soyada aiddir. Sütun üzrə baxanda yalnız adları görürük. Məsələn, soyad üzrə baxanda sütun üzrə soyadları görürük. Amma sətr üzrə baxanda ümumi şəxs haqqında məlumatları burada əldə eləmiş oluruq. Deməli, biz burada təkrar üzərindən geçsək, sütun başlığını öyrənmiş olduq. Dedik ki, baxın burada birinci sətirdə sütun başlıqları qeyd olunur. Sətirlər üfüqi istiqamətdə oxunur, sütunlar isə şaquli istiqamətdə, xana isə sətir və sütunların kəsişdiyi nöqtədir. Biz bu şəkildə məlumatları cədvəl informasiya modelindən istifadə edərək təqdim edə bilərik. Keçək növbəti slaydımıza. Cədvəllər içərisində obyekt xassə və obyekt tipli cədvəllərdən istifadə olunur. Gəlin ilk növbədə obyekt xassə tipli cədvəlləri izah edeyim. Baxın, burada yazmışam, eyni xassələr dəstinə malik olan obyektlərin informasiya modelləri kimi bir qayda olaraq obyekt xassə tipli cədvəllərdən istifadə olunur. Və aşağıda obyekt xassə tipli cədvəllərin nümunələrini göstərmişəm. Soldakı cədvələ baxsaq, biz dedik ki, cədvəlimizin birinci sətri, bax bu hissə, hansı ki, burada sütun başlıqları yazılır. ID kod, ad və soyad, cinsi, vəzifə, maaş, doğulduğu yer,
işə başlama günü. Bax, bunlar sütun başlıqlarında obyekt olaraq qeyd olunur. Və hər bir obyektə uyğun olaraq sütun üzrə baxsaq, onların aşağısındakı xanalara həmən obyektlərin xassələri yazılır. Bax, bunlar ad və soyad obyektinin xassələridir. Eynilə vəzifə sütun başlığına baxdıqda bu obyektin xassələri onun aşağısında qeyd olunur. Mühasib, müəllim, proqramçı və s. Bu obyekt xassa tipli cədvəldir. Bax, sağdakı cədvəlimizdə də bunlar obyektlərdir. Həmçinin digərlərdə və bu obyektlərə uyğun olaraq onların aşağısında onların xassələri yazılır. Amma obyekt tipli cədvəllərdə, bu tip cədvəllərdə müxtəlif obyektlər arasında əlaqə əks olunur. Baxın, aşağıda obyekt tipli cədvəllərin nümunəsini göstərmişəm. Şagirdlər arasında qrup işində əməkdaşlıq əlaqələri və şəhərlər arası məsafə. Obyekt tipli cədvəlin obyekt xassa tipli cədvəldən fərqi odur ki, baxın, bu cədvəllərdə həm sütun başlıqları yazılır, obyektlər burada qeyd olunur, həm də sətir başlığında obyektlər yazılır. Və bu obyektlər arasında əlaqə qurulur. Məsələn, baxın, şagirdlər arasında qrup işində əməkdaşlıq əlaqələrində Ayxanla Ayxan bir-birinə əməkdaşlıq eləyə bilməzdi, öz-özünə əməkdaşlıq eləmir. Baxın, onların kəsdiyi nöqtədə minus qoymuşam. Ayxan Aytacla əməkdaşlıq edibsə, ora bir quş qoymuşam. Nurlanla əməkdaşlıq edibsə, quş qoymuşam. Ləmanla əməkdaşlıq eləmədiyi üçün ora x qoymuşam. Həmçinin digər xanalarda da bu şəkildə əlaqəni tapıb kəsdiyi nöqtələrə yazırsınız. Eyni ilə şəhərlər arası məsafədə də fikir verin. Bax, bunlar sütun başlıqlardır. Burada obyektləri qeyd edirik. Bir də həmçinin sətir başlıqlarında da bu obyektləri yazırıq. Düzdür? Amma şərt o deyil ki, məsələn, həm sütun başlıqlarında, həm də sətir başlıqlarında eyni obyekt olsun. Yəni, fərqli ola bilər. Şəhərlər arası məsafədə, baxın, Bakı ilə Bakı arasında məsafə yoxdur. Elə özü ilə özü arasında məsafə 0 olduğu üçün 0 yazmışam. Bakı-Sumqayıt arasında məsafə 32 km, Bakı-Şirvan arasında kəsişdiyi nöqtəyə yazıram 128 km, Bakı-Gəncə arasında məsafə isə 299 km-dir. Həmçinin obyekt tipli cədvəllərdə bax, bu hissələr boş qalır. Yenə təkrar üzərindən gedirəm. Obyekt xassa tipli cədvəllərdə dedik ki, sütun başlıqları olunur və burada obyektlər qeyd olunur və həmən obyektlərə uyğun olaraq sütun üzrə baxsaq, onların aşağısındakı xanalarda onların xassələri qeyd olunur, yazılır. Amma obyekt tipli cədvəllərdə müxtəlif obyektlər arasında əlaqə əks olunur. Bundan əlavə, obyekt tipli cədvəllərdə sütun başlıqlarda qeyd olunur, sətir başlıqlarda qeyd olunur və onlar arasındakı əlaqə onların kəsdiyi nöqtədə yazılır. İndi isə keçək növbəti slaydımıza. Bu slaydımızda məntiq suallarına yanaşmada obyekt cədvəlini istifadə edərək məsələmizi həll edəcək. Bu üsul vasitəsilə məlumatları qarışdırmadan sistemli şəkildə analiz edərək məsələmizi həll edəcək. İndi isə keçək izahımıza. Sual 1-də deyir ki, müəllim, sürücü, çilingər və mühəndis Adil, Eldar, Müşfiq və Əliyar kafedə toplaşmağa qərar verdilər. İlk olaraq kafeyə sürücü gəldi. Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Müşfiq, çilingər deyil. Müəllim Əliyara zəng edərək yolda tıxaclı olduğunu və buna görə gecikdiyini dedi. Verilən mülahizələri deyir ki, nəzərə alaraq Eldar və Müşfiqin peşələrini tapın. Bu məsələni həll etmək üçün obyekt cədvəlindən istifadə edəcəm. Çəkək cədvəlimizi. Cədvəlimizin sətir və sütun başlıqlarını burada çəkirəm. Deməli, bizim neçədən adımız var? Adil, Eldar, Müşfiq və Əliyar. 4 dənə. 4 dənə sətir çəkirəm. 1, 2, 3 və 4. Hansı peşələr var? Müəllim, sürücü, çilingər və mühəndis. 4 dənə də peşə var. 4 dənə sütun çəkəcəm. 1, 2, 3 və 4. Adları burada yazıram. Deməli, Adil,
sonra Eldar, ondan sonra Müşfiq və Əliyar. Peşələri də yazıram burada. Müəllim, sonra sürücü, ondan sonra çilingər və mühəndis. Belə, indi şərtimizə baxaq. Deyir ki, ilk olaraq kafeyə sürücü gəldi. Bilmirik kimdir, bunu yadda saxlayaq. Sonra deyir ki, Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Əgər Adil və Müşfiq kafeyə birlikdə gəliblərsə və ilk gələn sürücü olubsa, deməli Adil və Müşfiq sürücü deyil. Olan kəsdiyi nöqtədə minus qoyuram burada. Sonra deyir ki, Müşfiq çilingər deyil. Çilingər olmadığı üçün burada minus qoyuram. Ondan sonra deyir ki, müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Müəllim Əliyara zəng elədiyi üçün demək Əliyar müəllim deyil də. Ona görə burada minus qoyuram. Və müəllim Əliyara zəng elədiyi üçün, həmçinin müəllim kafedə olmadığı üçün, kafedə Adillə Müşfiq də, demək Adillə Müşfiq də müəllim deyil. Orada da, bax, ulan kəsdiyi nöqtədə də minus qoyacam. Sətr üzrə baxanda görür ki, bura boşdur. Bura bir dənə plus qoyuram. Deməli, Müşfiq mühəndisdir. Müşfiq mühəndis olduğu üçün digərləri mühəndis olmayacaq. Həmçinin burada da boşxana var. Bura plus qoyuram. Deməli, Adil çilingərdir. Digərləri çilingər olmayacaq. Burada da boşxana var. Bura plus qoyuram. Deməli, Əliyar sürücüdür. Digərləri sürücü olmayacaq və burada da bir dənə qaldı. Burada plus qoyuram. Deməli, Eldar müəllimdir. Bizdən də soruşur ki, Eldar və Müşfiqin peşələri nədir? Deyəcək ki, Eldar müəllimdir, Müşfiq isə mühəndis. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. İkinci sualımızda deyir ki, bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzar və Azər görüşüblər. Onların bəziləri cari ilin, bəziləri isə əvvəlki illərin məzunlardılar. Onlar ixtisasca həkim, jurnalist, proqramçı, memar və ixtisasçıdırlar. Aşağıda şərti verib və sondadır ki, Azərin peşəsi nədir? Bu məsələmizi də obyekt cədvəlindən istifadə edərək həll edəcəm. Çəkək cədvəlimizi. Deməli, bizim burada neçə dənə adımız var? Kənan, Əli, Mirzə, Məzar və Azər. 5 dənə. 5 dənə sətr çəkəcəm. Və ixtisasca həkim, jurnalist, proqramçı, memar və ixtisasçılar. 5 dənə də sütun çəkəcəm. Adları yazıram burada. Deməli, Kənan, sonra Əli, Mirzə, sonra Məzahir və Azər. İxtisaslar da sütun başlıqlarında yazıram. Həkim, sonra jurnalist, jurnal yazıram. Proqramçı, pro yazıram. Sonra memar, ondan sonra iqtisadçı. Belə, şərtimizə baxaq. Deyir ki, ixtisasçı olan ya Əlidir, ya da Mirzədir. Bilmirik kimdir. Bunu yadda saxlayaq. Sonra deyir ki, proqramçı Mirzə deyil. Mirzə proqramçı olmadığı üçün onun kəsişdiyi nöqtəyə bura minus qoyacam. Sonra deyir ki, Mirzə və Azər əvvəlki illərin məzunlardılar. Bunu da yadda saxlayaq. Ondan sonra deyir, jurnalist əvvəlki illərin məzunu deyil. Jurnalist əvvəlki illərin məzunu olmadığı üçün və Mirzə və Azər əvvəlki illərin məzunları olduğu üçün deməli Mirzə və Azər jurnalist deyirlər. Onların kəsişdiyi nöqtəyə bax bura minus qoyacam.
Sonra deyir ki, həkim və memar cari ilin məzunlardılar. Deməli, onlar əvvəlki ilin məzunları deyil də, əvvəlki ilin məzunları da Mirzə və Azərdir. Buradan belə bir nəticəyə gəlir ki, Mirzə və Azər həmçinin həkim və memar deyillər. Onların da kəsişdiyi nöqtəyə, bax bura, minus qoyacam. Sətr üzrə baxanda görür ki, burada boşxana var, ora plus qoyuram. Deməli, Mirzənin ixtisası ixtisasçıdır, digərləri ixtisasçı olmayacaq. Həmçinin burada da boşxana yarandı, burada plus qoyuram. Deməli, Azərin peşəsi də, ixtisası da proqramçıdır. Bizdən də sualda Azərin peşəsini soruşur və şərt tam olmadığı üçün elə axıra qədər getməyə ehtiyac yoxdur. Elə burada da Azərin peşəsini soruşduğu üçün bizdən deyəcək ki, Azərin peşəsi proqramçıdır. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. Üçüncü sualımızda deyir ki, Gülər, Sevinç, Fatimə, Alidə müxtəlif idman növlərinə məşğul olur da, karate, judo, aikido, kung-fu və hərəsi yalnız bir idman növü ilə məşğul olur. Eyni zamanda onların hər biri Çin, Yapon, Monqol, Tatar dillərinə yalnız birini bilir. Məlumdur ki, bax burada şərtimizi verir və sonda da deyir ki, Alidə hansı idman növü ilə məşğul olur və hansı dildə bilir. Bu məsələmizi də cədvəldən istifadə edərək həll edəcəyik. Gəlin cədvəlimizi çəkək. Belə, deməli bizim neçədən adımız var? Gülər, Sevinç, Fatimə, Alidə 4 dənə. 4 dənə sətr çəkəcəm. Adları yazıram bura. Deməli, Gülər, sonra Sevinç, ondan sonra Fatimə və Alidə. Üstün başlıqlarına da idman növlərin və dilləri yazacağam. Karate, sonra judo, ondan sonra aikido, kung-fu, dilləri ayrı rənglə gəlin yazaq. Deməli, Çin dili, Yapon, yap yazıram, Monqol, mon yazıram, bir də Tatar, tat yazıram. Rəngi dəyişirəm. İndi gəlin şərtimizə baxaq. Deyir ki, aikido idmanı ilə məşğul olan qız Tatar dilini bilir. Bilmirik hansı qızdır bu, bunu belə yadda saxlayaq. Ondan sonra deyir ki, Gülər və Sevinç kung-fu və karatedə döyüşə bilmirlər. Gülər və Sevinç kung-fu və karatedə döyüşə bilmədikləri üçün onların kəsişdiyi nöqtəyə, bax bura, minus qoyacam. Gülərə də, Sevincə də. Və sonra deyir ki, eyni zamanda Çin dilini də bilmirlər. Bax, Gülər və Sevincə Çin dilini bilmədikləri üçün bura minus qoyuram. Sonra deyir ki, Fatimə Monqol dilini bilir. Fatimə Monqol dilini bilir. Bura plus qoyuram. Deməli, digərləri Monqol dilini bilmir. Onlara minus qoyuram. Həmçinin Fatimə digər dilləri bilmədiyi üçün orada minus qoyuram. Deyir ki, lakin kung-fuda döyüşə bilmir Fatimə. Kung-fuda döyüşə bilmədiyi üçün bax, ora minus qoyuram. Üstün üzrə baxanda bu xana boş qalır. Bura plus qoyuram. Və burada dillərdə də boşxana burada qaldığı üçün burada plus qoyuram. Deməli, Alidə kung-fu ilə məşğul olduğu üçün digər idman növləri ilə məşğul olmur. Həmçinin Çin dilini bildiyi üçün digər dilləri bilmir. Bizdən də soruşur ki, şərtimizdə Alidə hansı idman növü ilə məşğul olur və hansı dildə bilir. Deyəcək ki, Alidə kung-fu idman növü ilə məşğul olur və Çin dilində bilir. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. Dördüncü sualımızda deyir ki, Aydan, Samirə, Elnarə, Elxan, Gülay adlı 5 dost
müəllim, həkim, mühəndis, vəkil, mühasib kimi müxtəlif peşələrin sahibidir. Və onlar Bakı, Gəncə, Sumqayıt, Qax və Şəki şəhərlərində öz peşələrinə uyğun olaraq çalışırlar. Həmçinin bu dostlar haqqında məlumdur ki, bax burada şərt yazılıb və sonda deyir ki, Elnarə hansı şəhərdə və peşədə çalışır. Bu məsələmizi də biz cədvəl çəkərək həll edəcəyik. Gəlin çəkək cədvəlimizi. Belə, neçə nəfərdir burada? Deməli, Aydan, Samirə, Elnarə, Elxan, Gülay 5 nəfərdir. 5 dənə sətrimiz olacaq. Onların sahibi olduğu peşələr müəllim, həkim, mühəndis, vəkil, mühasib və öz peşələrinə uyğun olaraq çalışdığı şəhərlər isə Bakı, Gəncə, Sumqayıt, Qax və Şəkidir. Burada 5 dənə, bu da 5 dənə oldu 10 dənə. 10 dənə də sütun olacaq. Belə, indi adlarımızı yazaq burada. Aydan, sonra Samirə, ondan sonra Elnarə, Elxan və Gülay. Sütun başlıqlarına da yazıram. Müəllim, müm yazıram bura. Sonra həkim, hək yazıram. Ondan sonra mühəndis, müh yazıram. Sonra vəkil. Ondan sonra mühasib. Burada müh yazıram, amma yuxarısında ştrik qoyacam ki, bilər ki, mühasibdir. Sonra onların öz peşələrinə uyğun çalışdığı şəhərlər isə yazıram bura. Başqa rəngdə yazacağam bunları. Yazıram Bakı. Sonra Gəncə. Ondan sonra Sumqayıt, Sum yazıram. Sonra Qax və Şəki. Belə, rəngimizi dəyişək. İndi şərtimizi oxuyaq. Deyir ki, Aydanın uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Aydan həkim deyir ki, sadəcə olaraq uşaqlıq arzusu həkim olub. Deməli, Aydan həkim olmadığı üçün həkim olan hissəyə minus qoyacam. Və Bakı şəhərində biologiya fənni üzrə tədris apardığı üçün deməli, Aydan müəllimdir də. Deməli, Aydan peşəsi müəllim olduğu üçün bura plus qoyuram. Digər şəxslər isə müəllim peşəsinə sahib deyil, onlara minus qoyuram. Eyni ilə Aydan da digər peşələrə sahib deyil, onlara minus qoyuram. Və Bakı şəhərində işlədiyi üçün ora plus qoyuram. Digərləri Bakı şəhərində işləmədiyi üçün onlara minus qoyuram. Və həmçinin Aydan da digər şəhərlərdə işləmədiyi üçün onlara minus qoyuram. Keçək ikinci şərtimizə. Deyir ki, Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdir və o Gəncədə çalışmır. Aydanın uşaqlıq arzusu nə idi? Həkim olmaq. Düzdür. Gülay da Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnib də. Deməli, Gülayın peşəsi nədir? Həkim. Həkim olan hissəyə Gülayda plus qoyacam. Deməli, Gülay digər peşələrin sahibi deyil, onlara minus qoyuram. Həmçinin digərləri həkimlik peşəsinə sahib deyil, onlara da minus qoydum. Və Gülay Gəncədə çalışmadığı üçün orada bir dənə minus qoyuram. Sonra deyir ki, Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını çox yaxşı bilir və o nə Qaxda, nə də Şəkidə işləmir. Konstitusiya qanunlarını kim bilə bilər yaxşı peşəsinə uyğun? Vəkil də, düzdür. Deməli, burada Samirəyə plus qoyuram. Deməli, digərləri vəkillik peşəsinə sahib deyil, həmçinin Samirə digər peşələrə sahib deyil, onlara minus qoyuram. Və deyir ki, o nə Qaxda, nə də Şəkidə işləmir. Samirə nə Qaxda, nə də Şəkidə işləmir. Ora minus qoydum. Sonra deyir ki, Elxan Sumqayıtda işləmir. Elxan Sumqayıtda işləmədiyi üçün ora minus qoyuram. Və sonra deyir ki, mühasib olan Gəncədə işləyir. Bilmirik kimdir, bunu yadda saxlayaq.
Deyir ki, Elxan mühasib deyil. Elxan mühasib olmadığı üçün ora minus qoyuram. Deməli, Elxan nədir? Mühəndisdir. Bura plus qoyuram. Digərləri mühəndis deyil. Buradan da görürük ki, belə nəticəyə gəlir ki, Elnarə mühasibdir də. Bura plus qoydum. Və mühasib olan da Gəncədə işlədiyi üçün, deməli, Elnarə Gəncədə işləyir. Bura plus qoyuram. Digərləri Gəncədə işləmir, minus qoyuram. Həmçinin Elnarə də digər şəhərlərdə işləmədiyi üçün ora minus qoyuram. Bizdən də soruşur ki, Elnarə hansı şəhərdə və peşədə çalışır? Deyəcəyik ki, Elnarə mühasibdir və Gəncə şəhərində çalışır. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. 5-ci sualımızda deyir ki, Kərim, Sabir və Tahir adlı 3 qonşu evlərinə yaxın ərazidə yerləşən məhsul, bolluq və bərəkət adlı marketlərdən bazarlıq eləyərək fərqli məhsullar, yəni meyvə, tərəvəz və şirniyyat alırlar. Məlumdur ki, bax burada şərti verir və sonda deyir ki, mülahizələrə əsasən hansı fikir doğrudur. Biz məsələmizi həll eləyəndən sonra sonda mən növbəti paneldə mülahizələri göstərəcəm, orada doğru fikirləri tapacaq. Yəni, indi bu məsələmizi həll etmək üçün cədvəlimizi quraq. Belə, deməli bizim məsələmizdə neçə nəfərdir? Kərim, Sabir və Tahir 3 nəfərdir, 3 dənə sətr olacaq. Sonra 3 dənə market var və məhsulların sayı da 3 dənədir olacaq, 6 dənə sütun. Belə. İndi adları yazaq burada. Kərim, sonra Sabir və Tahir. Sütun başlıqlarına da yazıram. Məhsul, sonra bolluq, və bərəkət. Sonra məhsulları yazıram, onları ayrı rəngdə yazım. Deməli, meyvə, sonra tərəvəz, və şirniyyat. Belə. Rəngi dəyişək. İndi şərtimizə baxaq. Deyir ki, Kərim məhsul, Sabir isə bolluq adlı marketdən bazarlıq edir. Kərim məhsul, Sabir isə bolluq adlı marketdən bazarlıq eləyir. Deməli, Tahir də bərəkət adlı marketdən bazarlıq eləyəcək də, burada plus qoydum. Sonraki şərtimizdə deyir ki, Sabir tərəvəz almır. Sabir tərəvəz almır. Bura minus qoydum. Sonra deyir ki, bolluq marketinə gedən şirniyyat almır. Bolluq marketinə kim gedib? Sabir. Deməli, Sabir şirniyyat almır. Onda Sabir nə alır? Meyvə. Bura plus qoyuram. Sonra deyir ki, Tahir tərəvəz alır. Tahir tərəvəz alır. Bura plus qoyuram. Deməli, Kərim də şirniyyat alacaq da. Bura plus qoyuram. Bunlara minus bu şəkildə qoyuram. Və sonda deyir ki, mülahizələrə əsasən hansı fikir doğrudur? Baxın, növbəti panelə keçirəm. Burada variantlarla mülahizələri göstərib. Baxa görə hansı doğrudur? A variantında deyir ki, Kərim meyvə alır. Baxırıq sətr üzdə, Kərim meyvə alır, yox, Kərimdə minusdur. Deməli, A variantı səhvdir. B variantında deyir ki, Sabir tərəvəz alır. Baxırıq, Sabir tərəvəz alır, yox, bu da minusdur. Bu da səhvdir. C variantında deyir ki, Tahir şirniyyat alır. Tahir şirniyyat alır. Bax, bu da minusdur. Deməli, bu da səhvdir. D variantında deyir ki, Sabir şirniyyat alır. Sabir şirniyyat alır. Bax, Sabir şirniyyat almır. Bu da minusdur. Deməli, bu da səhvdir. Y variantında isə deyir ki, Kərim şirniyyat alır. Baxırıq, Kərim şirniyyat alır. Həqiqətən də düzdür. Deməli, cavabımız Y variantıdır.
Bu da belə. Deməli biz bura qədər cədvəl informasiya modelini öyrəndik və məsələlərimizi obyekt cədvəlindən istifadə edərək həll elədik. Keçək indi növbəti slaydımıza. İndi isə gəldik qraf informasiya modelinə. Bu da informasiya modelinin bir növüdür. İlk növbədə mən tərifləri burada izah edəcəm. Ondan sonra suallar üzərində işləyəcəyik. Baxın, burada yazıb ki, öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayda obyektdən ibarət olan struktura qraf deyilir. Aşağıdakı şəkildə görürsünüz. Bax, bunlar obyekt hesab olunur. Həmçinin bunlara biz təpə deyəcəyik. Və bu təpələri, obyektləri birləşdirən bax bu xəttlər var. A, B arasında, BC arasında, CY arasında. Bax bu xəttlər til sayılır, til adlanılır. Biz də dedik ki, bu obyektləri birləşdirən bu xəttlər ki var, bu struktur ki var, bizə qrafı əmələ gətirəcək. Qrafı təşkil edən obyektlər, bax dedik ki, bunlar təpə adlanır və onları birləşdirən xəttlər isə til sayılır, til adlanılır. Qrafın hər hansı iki təpəsi tillə birləşdirilməyə bilər. Məsələn, F təpəsidir, görürsünüz. Hər hansı bir təpə ilə əlaqəsi yoxdur ki, xəttlə birləşdirilməyib ki, buna deyəcəyik yalqız təpə. Aydın oldu, F təpəsinə deyəcəyik yalqız təpə. Çox vaxt qrafın təpələri ardıcıl nömrələnir. Məsələn, baxın, görün burada hərflərlə işarə olunub. Biz bunları ardıcıl olaraq nömrələyə bilərik. Məsələn, bu olsun 1, bu 2, bu 3, bu 4, bu 5, bu da 6. Ardıcıl nömrələyə də bilərik və yaxud da hərflərlə işarə eləyə bilərik. Bəzən hər hansı təpədən çıxan til həmin təpəyə qayıdır. Baxın, burada C təpəsidir. Bundan çıxan til təzədən özünə qayıdır. Buna deyəcəyik ilgək. Yəni, bu cür tilə deyəcəyik biz ilgək. Sonuncudan başqa hər bir tilin son təpəsi digər tilin başlanğıc təpəsi olarsa, belə tillər ardıcıllığına yol deyilir. Məsələn, A, B, C yoludur. Düzdür. Baxın, bu tilin son təpəsi B təpəsidir. Amma digər tilin ardıcıllığına geçsək, digər tilin həmən B təpəsi başlanğıc təpəsidir. Məsələn, A, B, C, Y yoludur. Düzdür. Baxın, AB tilində bu tilin son təpəsi B təpəsidir, digər tilin başlanğıc təpəsidir. Həmçinin bu tilin son təpəsi C təpəsidir, digər tilin isə, bax bu tilin isə başlanğıc təpəsidir. Baxın, bu yol əmələ gətirir. Aydın oldu. Baxın, A, B, D yolu isə, bax bu yol isə təzədən A-ya qayıdır. Bu yol qapalı yoldur. Buna dövrə deyəcəyik biz. Baxın, burada da yazmışam birinci şəkildə A, B, C, Y təpələrini birləşdirən tillər yol əmələ gətirir. A, B və D təpələr arasındakı yol isə şəkildən də gördüyünüz kimi dövrə, qapalı yol hesab olunur. Heç bir digər təpə ilə əlaqəsi olmayan təpə isə yalqız təpə hesab olunur. Baxın, burada F təpəsi heç bir təpə ilə əlaqəli deyil də, birləşməyib, xətt yoxdur burada. Ona görə bu yalqız təpə adlanacaq. Deməli, deyir ki, burada istənilən iki təpəsi arasında yol olan qraf əlaqəli qraf adlanır. Baxın, əvvəlki nümunəmizdə fikir verin. A-dan B-yə də yol var. B-dən A-ya da yol var. Əgər mən bura ox qoysam, bu istiqamətdə yönləndirsəm, fikir verin, A-dan B-yə yol var, amma B-dən A-ya yol yoxdur. İstiqamət A-dan B-yə doğru qoyulub. Buna biz deyəcəyik qövs. Baxın, deyir ki, burada əgər qrafda təpələri birləşdirən xəttlərin istiqaməti varsa, belə xəttlərə qövs deyilir. Bax, burada istiqamət var da, buna deyəcək qövs. Bütün xəttləri qövs olan qraf isə, baxın, bu xəttdə də qövs var, burada da qövs var, bunda da, Y-dən D-yə də, B-dən D-dən B-yə də qövs olduğu üçün buna deyəcəyik yönləndirilmiş qraf və yaxud da diqraf. Keçək növbəti slaydımıza. İndi isə gəldik çəkili qrafa. Qraflar nəzəriyyəsində hər bir tilə uyğun ədədə, əmsala onun çəkisi, belə qrafa isə çəkili qraf deyilir. Biz əvvəlki nümunəmizdə deməli,
Burada görürsüz, obyektlər arasındakı əlaqəni tillərlə göstərmişik, amma o tillərin üzərində hər hansı bir əmsal qiymət qeyd eləməmişik. Bu çəkili qraf hesab olunmur. Amma çəkili qraflarda fikir verin, aşağıdakı nümunədə tillərin üzərində əmsallar da qeyd olunub. Məsələn, sizə bir mətn verə bilərlər, deyə bilərlər ki, mətn əsasında çəkili qraf qurun. Elə burada da yazılıb. Deyir ki, verilmiş mətn əsasında çəkili qraf qurun. Deyir Bakıdan, Bakın yazılıb, bunu burada səhvdir. Deyir Bakıdan Salyana qədər olan məsafə 137 kilometr, Şamaxı şəhərinə olan məsafə 121 kilometr, Kürdəmir şəhərinə qədər olan məsafə isə 191 kilometr təşkil edir. Salyandan Kürdəmirə qədər olan məsafə 135 kilometr, Kürdəmirdən Şamaxıya qədər olan məsafə 71 kilometr, Kürdəmirdən Ucara qədər olan məsafə isə 54 kilometr təşkil edir. Biz bu mətn əsasında çəkili qraf qurmaq istəyiriksə, nə edirik? Obyektləri qururuq buradan. Bakı, Salyan, Şamaxı, Kürdəmir və Ucar. Bu obyektləri qururuq və onlar arasındakı əlaqəni tillərlə göstəririk. Bax, bu tillər vasitəsilə. Düzdür? Və bu tillər üzərində də onların məsafələrin qeyd edirik, əmsalı çəkini qeyd edirik. Qurulmuş belə struktura, qrafa biz deyəcəyik çəkili qraf. Qrafları biz qonşuluq siyahısı və qonşuluq matrisi şəklində də təqdim eləyə bilərik. Qrafları kompüterdə saxlamaq və emal etmək üçün qonşuluq siyahısından və qonşuluq matrisindən istifadə edilir. Tutalım ki, bizə bir dənə qraf verilib. Bax, belə bir qraf. Deyir ki, bunun qonşuluq siyahısını qurur. Necə qururuq? Baxın, belə bir cədvəl çəkirik. 2 sütundan ibarət. Birinci sütun başlığında təpə yazırıq. İkinci sütun başlığında isə qonşuluq siyahısı. Təpə sütun başlığının altında təpələrin adlarını yazırıq. A, B, C, D, Y, F təpələrin və hər bir təpə hansı təpə ilə qonşudursa, onu qonşuluq siyahısında qeyd edirik. Məsələn, A təpəsi B və D ilə qonşuda yazırıq bura B, D. Düzdür? B təpəsi A, C, D ilə qonşuda yazırıq bura A, C, D. Sonra C təpəsi B ilə qonşudur, Y ilə bir də özünə qayıdır. Da olacaq B, C, Y. Düzdür? D təpəsi A və B ilə qonşudur. Yazırıq bura A, B. Y təpəsi C ilə qonşu olduğu üçün yazırıq bura C. F təpəsi yalqız təpə olduğu üçün, heç bir təpə ilə qonşu olmadığı üçün, əlaqəsi olmadığı üçün buranı boş saxlayırıq. Bizdən soruşa bilərlər ki, qrafı verib deyir ki, qonşuluq siyahısında neçə dənə hərf olacaq? Bunu necə tapa bilərik? Qrafımızda neçə dənə til var? 1, 2, 3, 4, 5 dənə til var da, düzdür? Biz də bilirik ki, əgər qrafımızda hər hansı bir tildə qövs yoxdursa, düzdür? Bu demək ki, A-dan B-yə də yol var, B-dən A-ya da yol var. Tutalım ki, A-B arasında til verilib. Deyir ki, bunlar qonşuluq siyahısında neçə dənə hərf olacaq burada? Neçə dənə til var burada? Bir dənə, düzdür? A-dan B-yə, B-dən də A-ya yol olduğu üçün bunu vuracaq 2-yə. Deyəcək ki, qonşuluq siyahısında 2 dənə hərf olacaq, düzdür? İndi bizdə burada 5 dənə til var da, düzdür? 5-i vuracaq 2-yə. Deyəcək ki, 10 dənə hərf var. Amma burada 11 dənədir. Niyə 11 dənədir? Bax, burada bir dənə C təpəsi var. Buradan çıxan til qayıdır təzədən özünə. Bir dəfə olur da, düzdür? Bunu ayrıca nəzərə alacaq. İlgəkləri ayrıca nəzərə alacaq. Bir dənə ilgəyimiz olduğu üçün bu onun da üzərinə 1 gələcəm. Deyəcəm ki, 11 dənə siyahımızda hərf var. Qonşuluq matrisi isə, qonşuluq matrisində isə n təpədən ibarət qraf, n sətirdən və n sütundan ibarət cədvəl şəklində göstərilir. Baxın, bu qonşuluq matrisinin cədvəldir. Yenə də tutalım ki, burada bizə bir qraf verilib. Deyir ki, bunun qonşuluq matrisini qur. Bunu necə qururuq? Obyekt cədvəlindən istifadə edəcəyik. Cədvəlimizin həm sütun başlıqlarında, həmçinin sətir başlıqlarında obyektlərimizin, təpələrimizin adlarını yazacaq. A, B, C, D, Y, F, həmçinin sətir başlıqlarında da. Və sonra qrafa baxacaq. Hansı təpə ilə qonşudursa, cədvəlimizdə onların kəsdiyi nöqtəyə xanaya 1 yazacaq. Qonşu deyilsə 0 yazacaq. Baxın, burada yazmışam.
Əgər hər hansı x təpəsi, tutalım ki, A təpəsi, y təpəsi ilə tutalım ki, B təpəsinə, yəni bunların arasında til varsa, onda A eksi y elementi 1 əks halda 0-a bərabər olur. Yəni qonşudurlarsa, onların kəsdiyi nöqtə yaxına 1 yazacaq, əks halda 0 yazacaq. Qrafımıza baxaq. A B ilə qonşudur, bir də D ilə qonşudur. Düzdür? İstəyirsiniz cədvəlimizdə sətr üzrə baxın, istəyirsiniz sütun üzrə, fərqi yoxdur. Niyə? Çünki baxın matrisimizdə bura baş diaqonal hesab olunur. Və qrafımız da yönəldilmiş qraf deyil. Yəni burada qövslər yoxdur. Buna görə də A-dan B-yə yol varsa, bilirik ki, B-dən A-ya da yol var da, düzdür? Cədvəlimizdə baxsa, onların kəsişdiyi nöqtə, baxın, sətr üzrə baxanda A-dan B-yə yol varsa, bax bura gəlib düşür və bura 1 yazırıq. Düzdür? Sütun üzrə də baxanda, baxın, A-dan B-yə yol var, burada 1 yazırıq. B-dən də A-ya yol olduğu üçün sətr üzrə baxanda da 1 yazırıq. Bu 1 ilə bu 1, bir-birinə nəzərən simmetrikdir. Aydın oldu. Amma burada bir dənə ilgəyi də var deyənə, bu baş diaqonalın gəlib üzərinə düşüb. Amma bir də var ki, burada qövs olsun, yəni A-dan B-yə yol var, B-dən A-ya yol yoxdur. Biz orada sütun üzrə baxa bilmərik, ancaq sətr üzrə baxacaq. Baxın, baş diaqonalı çəkirəm. Fikir verin, A-dan B-yə yol var da, düzdür, gəlirəm belə, bu nöqtəyə düşür də, bura 1 yazıram. Sütun üzrə də gələndə A-dan B-yə yol var da, bura 1 yazıram. Amma sətr üzrə baxanda B-dən A-ya yol yoxdur, axı, bura 1 yaza bilmərəm. Bura 0 yazıram. Ona görə yönəldilmiş qraf olanda mən sətr üzrə baxacam, amma yönəldilmiş qraf olmayanda, yəni bir-birinə yol olanda, A-dan B-yə varsa, B-dən də A-ya bu şəkildə, onda həm sətr üzrə, həm də sütun üzrə baxa bilərəm. Eyni nəticə alacağım, çünki baş diaqonala nəzərən simmetrikdir. Yəni, baş diaqonalda yuxarıda duranlar, həm də aşağıda duranlar bir-birinə nəzərən simmetrikdir. Belə, biz dedik ki, A-dan B-yə yol var, bir də D-yə. Baxın, A-dan B-yə, bir də A-dan D-yə yol var. Baxın, onların kəsdiyi xana 1 yazdım. Qonşu D-sə 0 yazdım. Sonra B-dən A-ya yol var, C-yə, bir də D-yə. B-dən A-ya yol var, C-yə, bir də D-yə yol var. Düzdür? Ora 1 yazdım. Qonşu olmadığı təpələrə isə, onların kəsdiyi xanalara 0 yazdım. Eyni ilə digər xanalarda bu şəkildə doldurursunuz. Bir də ki, ola bilər ki, məsələlərdə sizə belə bir sual verə bilərlər, qrafı verə bilərlər və deyə bilərlər ki, onların qonşuluq matrisini qurun və orada birlərin sayını tapın. Əziyyət çəkib, uzun-uzadı vaxt ayırıb matris qurunca, onu belə matris qurmadan necə tapırlar, onu izah eləyim. Baxın, biz qonşuluq siyahısını quranda, orada siyahıların sayını, siyahıda olan hərflərin sayını necə tapdıq? Dedik ki, 11 dənədə. Orada yazdıq ki, baxın, A təpəsi B təpəsi ilə, bir də D təpəsi ilə qonşudur. Düzdür? B A ilə qonşudur, C ilə, bir də D ilə. Düzdür? C təpəsi B ilə qonşudur, C-nin özü ilə, yəni qayıdır özünə, bir də Y ilə qonşudur. Düzdür? Sonra D təpəsi qonşudur A ilə, bir də B ilə. Düzdür? Y təpəsi isə qonşudur C ilə. Neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. Düzdür? Onları necə tapdıq? Tillərin sayına baxdıq. Neçə dənə tilimiz var? 5 dənə. Düzdür? A-dan B-yə yol varsa, dedik, B-dən A-ya da yol var da. 2-yə vurduq onu. Düzdür? 5-i vururuq. 2-yə 10 dənə. Və bir dənə də ilgək olduğu üçün ilgəkləri dedik arizə hesablayırıq da, nəzərə alırıq. Üstünə gəlirik 1, dedik ki 11 dənə hərf var. Bu A-dan B-yə, D-yə yol varsa bu nə deməkdir? Baxın, qonşuluq siyahısında necə qurmuşduqsa, burada da cədvəlimizdə A-dan B-yə yol varsa, D-yə yol varsa, ora 1 yazırıq da, düzdür? Həmən bu birlərin sayıdır. Bunu 1 eləsəm, bunu 1 eləsəm, bunu da 1 eləsəm, hamısını 1 eləsəm, neçə dənə 1 olacaq? 11 dənə 1. Deməli, biz burada tillərin sayını tapmaqla onu 2-yə vururuq. Əgər ilgək də varsa, onların sayını üzərinə gəlirik, birlərin sayını tapırıq. Və soruşsalar ki, neçə dənə
0,1 var qonşuluq matrisində. Onu necə tapırıq? Dedik ki, təpələrin sayına baxırıq. Neçə dənə təpə var? 6 dənə təpə. 6-nın 6-ya matris olacaq da. 6 sətir 6 sütun. 6-nın 6-ya. Bu da nə qədər eləyəcək? 36. 36 dənə 0,1 var. Soruşsaq ki, neçə dənə 0 var? 11 dənə birimiz var. Ümumidə 36 dənə 0,1 var. 36-dan çıxacaq 11-i bərabər olacaq 25-ə. Deyəcək ki, 25 dənə 0 var. Bu şəkildə biz qrafımızı qonşuluq siyahısı və qonşuluq matrisi şəklində təqdim edə bilərik. Sonra burada deyir ki, qonşuluq matrisindən fərqli olaraq çəkili qraflarda əlaqələr tillərin çəkisi ilə göstərilir. Baxın, aşağıda çəkili qrafın sxemi verilib. Biz bunun cədvəlini yaratsaq, tutalım ki, Bakı ilə Şamaxı arasında yol varsa, baxın, olan kəsişdiyi nöqtə gəlib düşür burada. Bura onun çəkisini yazırıq. Əgər əlaqə yoxdursa, o xananı boş saxlayacaq. Qonşuluq matrisində əlaqə varsa 1 yazırdıq, qonşu deyilsə 0 yazırdıq, amma burada fərqlidir. Əgər əlaqə varsa, ora çəkinin özünü yazacaq, əlaqə yoxdursa, artıq oranı boş saxlayacaq. Keçək növbəti slaydımıza. Biz qraf informasiya modeli ilə tanış olduq. İndi isə gəlin suallar üzərində tapşırıqları həll edək. Sual 1-də deyir ki, şəkildə 1, 2, 3, 4, 5, 6 şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamətə hərəkət etmək olar. Bir şəhərindən 6 şəhərinə deyir ki, neçə müxtəlif yolla getmək olar. Bu tip sualları həll etməyimiz üçün nə edirik? Baxın, bir şəhərindən 6 şəhərinə gedirik də, başlanğıc olaraq 1-dir. 1-dən çıxan İlk hardan başlayırsa, oradan çıxan tillərə avtomatik olaraq 1 yazırıq. Bax, burada 1 yazıram, burada 1 yazıram. Ondan sonra hansı təpəyə neçə dənə yol gedibsə, o təpədən də o qədər yol çıxacaq. 1-dən 2-yə neçə dənə yol gedir? 1 dənə, deməli 2-dən də 1 dənə yol çıxacaq. 1, burada yazıram 1. 3-ə neçə dənə yol daxil olur? 1 dənə burada, 1 dənə də burada. Oldu 2 dənə. Deməli 3-dən çıxanda 2 dənə olacaq. Yazıram bura 2, burada 2. 4-də neçə dənə yol daxil olur? 1 dənə burada, 2 dənə də burada. Oldu 3 dənə. 4-dən çıxanda 3 dənə olacaq. 5-ə neçə dənə yol daxil olur? 2 dənə burada, 3 dənə də burada. 5 dənə. 5-dən çıxanda 5 dənə olacaq. 6-ya nə qədər yol daxil olur? 3 dənə burada, 5 dənə də burada. 8 dənə. Deməli, bir şəhərindən 6 şəhərinə biz 8 müxtəlif yolla gedə bilərik. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. İkinci sualımızda deyir ki, qraf informasiya modelinə əsasən A təpəsindən G təpəsinə, D və Y təpələrindən keçməmək şərti ilə neçə müxtəlif yolla getmək olar? Bu sual da əvvəlki sual tipinə oxşayır. Sadəcə burada fərq budur ki, deyir ki, D və Y təpələrindən keçməmək şərti ilə. Ona görə D-yə və yaxud da Y-yə daxil olan, həmçinin D-dən və yaxud da Y-dən çıxan tillərin üzərindən xətt çəkəcəyik. Onları nəzərə almayacaq. Baxın, burada D-yə daxil olan budur. Bu xəttdir. D-dən çıxanda bu xəttdir. Həmçinin Y-yə daxil olan budur. Sonra bu xəttdir və Y-dən çıxanda bu xəttdir. İndi başlayırıq A təpəsindən G təpəsinə doğru hərəkət eləməyə. Biz dedik ki, başlanğıc nöqtədən çıxan tilləri avtomatik olaraq 1 yazırıq. Burada, burada. B-yə neçə dənə yol daxil olur? 1 dənə. Deməli, B-dən də çıxan 1 olacaq. Yazdım bura 1. C-yə neçə dənə yol daxil olur? Bu 1, bu da 1. 2 dənə. Deməli, C-dən çıxan 2 yol olacaq. Bura yazıram 2. F-ə neçə dənə yol daxil olur? 2 dənə. F-dən çıxan da 2 olacaq. G-yə neçə dənə yol daxil olur? 2 dənə. Deməli, A təpəsindən G təpəsinə, D və Y təpələrindən keçinmək şərti ilə 2 müxtəlif yolla getmək olar. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. Üçüncü sualımızda deyir ki, cədvəldə A, B, C, D, Y, F yaşayış məntəqələri arasında çəkilmiş yolların uzunluğu göstərilmişdir. Sonra deyir ki, xanada qiymətin olmaması məntəqələr arasında birbaşa yolun olmaması deməkdir. Biz çəkili qrafda dedik ki, əgər əlaqə varsa, yol varsa, orada çəkiləri kəsişdiyi nöqtədə çəkiləri yazırıq, yol yoxdursa oranı boş saxlayırıq. Sonra deyir ki, B və Y məntəqələri arasındakı ən qısa yolun uzunluğunu müəyyən edin. Bu tip sualları biz qraf quraraq da həll edə bilərik və yaxud da cədvəl üzərində analiz edərək, düşünərək
ən qısa yolu tapa bilərik, müəyyən edə bilərik. Deməli, cədvəlimizdə sətr və sütun üzrə baxsaq, B-dən A-ya gələ bilərik. Sonra sütun üzrə baxıram, A-dan gələ bilərəm C-yə. Bir də C-dən də gələ bilərəm Y-yə. Düzdür? Oldu B, A, C, Y. Bunların qiymətləri nədir? 12, 5, bir də 15. Elədi 32. Yazıram bura 32. Sonra silirəm bunu. Keçək digər yollara baxmağa. B-dən gələ bilərəm A-ya. Sonra A-dan gələ bilərəm D-yə. Və D-dən də gələ bilərəm Y-yə. Düzdür? Oldu B, A, D, bir də Y. Bunun uzunluğunu tapaq. Bu 12, bu 7, elədi 19, bu da 2, elədi 21. Yazıram bura 21. Sonra silirəm bunları. B-dən gələ bilərik A-ya. A-dan gələ bilərik F-ə. Düzdür? F-dən də gələ bilərik Y-yə. Oldu B, A, F, bir də Y. Bunların qiymətləri 12, 6, 18, bu da 5, 23. Yazıram bura 23. Sonra baxaq digər yollara. Deməli, A ilə qurtardıqda, sonra B-dən gələ bilərəm C-yə. C-dən də gələ bilərəm Y-yə. Düzdür? Oldu B, C, Y. Burada da 8, bir də 15, elədi 23. Yazıram bura 23. Bunları da silirəm. Sonra B-dən gələ bilərəm Y-nin özünə. Düzdür? Olacaq B-Y. B-Y. Bu da 28'dir. Yazıram bura 28. Bundan sonra B-dən gələ bilərəm, Y ilə qurtardıqda B-dən gələ bilərəm F-ə. Sonra F-dən gələ bilərəm, A-ya gəlsəm A-dan Y-yə yol yoxdur. Gələ bilərəm D-yə. D-dən də gələ bilərəm Y-yə. Oldu B, F, D, Y. Bunlara baxaq. Deməli, B-dən F-ə 17-dir, F-dən D-yə 13-dür, 30, D-dən də Y-yə 2. Oldu 32. Yazıram bura 32. Sonra nələrimiz qaldı? B-dən yenə gələ bilərəm F-ə. F-dən də gələ bilərəm Y-yə. Düzdür? Oldu B, F, bu da Y. Bunların qiyməti də 17, bir də 5. Bu da elədi 22. İndi baxaq görək bu yollar içərisində ən qısa yol hansıdır? 21-də, düzdür? Deməli, B və Y məntəqələri arasındakı ən qısa yolun uzunluğu 21 olacaq. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. Dördüncü sualımızda deyir ki, qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yolla getmək olar? Bizə cədvəl verilib, biz bu cədvələ əsasən bu məsələmizi qraf quraraq həll edəcəyik. Fikir versək, cədvəlimizdə matris baş diaqonala nəzərən simmetrik deyil. Yəni, baş diaqonaldan yuxarıda yerləşən və aşağıda yerləşən bir və yaxud da sıfırlar bir-birinə nəzərən simmetrik deyil. Buradan da belə başa düşürük ki, bizim qrafımız istiqamətlənmiş qraf olacaq və yaxud da buna diqraf deyə bilərik. Və istiqamətlənmiş qrafda da dedik ki, biz qrafımızı qurarkən cədvəldə sətr üzrə baxacaq. Gəlin indi qrafımızı quraq. Bu olsun A təpəsi. Sətr üzrə baxanda A-dan B-yə yol var, bir də A-dan C-yə yol var. Bu olsun B təpəsi, bu da olsun C təpəsi. A-dan B-yə, A-dan C-yə
yol olacaq. Sonra B-yə baxsaq, B-dən C-yə yol var, bir də B-dən D-yə yol var. Baxın, burada da çəkirəm. B-dən C-yə, bir dənə də D təpəsi burada çəkirəm. B-dən D-yə. Sonra C-yə baxsaq, C-dən D-yə yol var. Bir də C-dən Y-yə yol var. Düzdür? Deməli, C-dən D-yə gəlirik. Burada da bir dənə Y təpəsi çəkirəm. C-dən Y-yə gəlirik. Sonra D-dən Y-yə yol var. Burada bir dənə D-dən Y-yə çəkirik. Y-dən isə heç bir təpəyə yol yoxdur. İndi baxırıq. Birinci sualda necə eləmişdik? Burada da elə. A təpəsindən Y təpəsinə deyir ki, neçə müxtəlif yolla getmək olar. Başlanğıc olaraq A təpəsi olduğu üçün oradan çıxan tilləri avtomatik olaraq 1 yazırıq. B-yə neçə dənə yol daxil olub? Bir dənə. B-dən çıxanda 1 olacaq. Düzdür? C-yə neçə dənə yol daxil olub? Bir dənə burada, bir dənə də burada. 2 dənə. Deməli, C-dən də çıxan 2 yol olacaq. Bura 2 yazıram. D-yə neçə dənə yol daxil olub? Bir dənə burada, 2 dənə də burada oldu, 3 dənə. Deməli, D-dən də çıxan 3 olacaq. Y-yə neçə dənə yol daxil olub? 2 dənə burada, 3 dənə də burada. Oldu 5 dənə. Deməli, A təpəsindən Y təpəsinə biz 5 müxtəlif yolla gedə bilərik. Cavabımız da olacaq bu. Keçək növbəti sualımıza. 5-ci sualımızda deyir ki, şəkildə hər hansı rayonun yollarının sxemi qrafik şəklində, cədvəldə isə bu yolların uzunluğu kilometrlərlə verilmişdir. Cədvəl və qraf bir-birinə asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri ilə əlaqəli deyil. Yəni cədvəlimizdə gördüyünüz M1, M2, M3, M4, M5, M6, M7 ki var. Bunlar qrafımızdakı hansı hərflərlə əlaqəlidir, onları bilmirik. Sonra deyir ki, B məntəqəsindən D məntəqəsinə qədər olan yolun uzunluğunu müəyyən edin. Biz bu tip sualları həll etməyimiz üçün qrafımıza baxaraq, cədvəlimizdə analiz eləyərək məsələmizi həll edəcəyik. Bizdən B və D məntəqəsini soruşduğu üçün mən B və D məntəqəsi üzərindən gedəcəm. Deməli, qrafımıza baxırıq. B məntəqəsindən neçə dənə yol çıxıb? 1 dənə, 2 dənə, 3 dənə yol çıxıb. Baxın, buraya yazıram. B, düzdür. B-dən 3 yol çıxdığı üçün cədvəlimizə baxıram, sütun başlıqları üzrə. M1-ə baxıram. M1-dən neçə dənə yol çıxıb? Bax, sütun üzrə baxanda 2 dənə yol çıxıb, düzdür. Deməli, M1 B ola bilməz. İndi M2-yə baxıram. M2-dən neçə dənə yol çıxıb? 3 dənə. Düzdür? Deməli, B M2 ola bilər. Ehtimal eləyirik ya, demirik M2-dir. Sonra baxırıq M3-ə. M3-dən də 3 dənə yol çıxıb. Deməli, B M3 də ola bilər. Düzdür? Sonra M4-dən 4 dənə yol çıxıb. M5-dən 2 dənə yol çıxıb. M6-dan 5 dənə yol çıxıb. M7-dən isə 3 dənə yol çıxıb. Deməli, B M7 də ola bilər. Bunları burada qeyd elədim. İndi isə nəyə fikir verirəm? B təpəsinə birləşən təpələrin özlərindən neçə dənə yol çıxıb? Baxın, yazıram bura B. B-yə A birləşib də, düzdür? A-nın özündən neçə dənə yol çıxır? 2 dənə yol. Yazıram bura 2. Sonra C birləşib. C-nin özündən neçə dənə yol çıxır? 5 dənə. Yazıram bura 5. Sonra D birləşib. D-nin özündən çıxır 3 dənə yol. Yazıram bura 3. Deməli, dedi ki, B-yə birləşən bir təpədən 2 yol çıxır, digərindən 5 yol, digərindən isə 3 yol çıxır. Sonra keçirəm cədvəlimiz üzərindən analiz eləməyə. Silim bunları. Biz dedik ki, B ya M2-dir, ya M3-dür, ya da M7-dir. İlk növbədə M2-dən başlayıram, sətr üzrə baxıram. M2 nə ilə kəsikir burada? M1 ilə, düzdür? Sütun üzrə baxanda M1-in özündən neçə dənə yol çıxır? 2 dənə. Deməli, bizdə burada 2, 5, 3 arasında 2 var da, düzdür? Deməli, M2 bu 2 ola bilər.
ehtimal edirəm. Sonra M2 birləşir M4 ilə. M4-ün özündən neçə dənə yol çıxır? 4 dənə. Baxırıq bura 2, 5, 3 arasında 4 var, yoxdur. Deməli buradan qənaətə gəlirik ki, M2 B deyil. Keçirik indi M3-ə baxmağa. M3 kəsişir M5 ilə. M5-in özündən neçə dənə yol çıxır? 2 dənə. Burada 2 var. Sonra M3 kəsişir M6 ilə. M6-nın özündən neçə dənə yol çıxır? 5 dənə. 5 də var burada. M3 kəsişir M7 ilə. M7-dən neçə dənə yol çıxır? 3 dənə. 3 də var burada. Deməli, buradan belə qənaətə gəlirik ki, M3 B-dir, B təpəsi. Həm sətir başlığında, həm də sütun başlığında bunu qeyd edirəm. Biz B-ni tapdıq. İndi keçək D-ni tapmağa. Silirəm bunları. D təpəsindən də 3 dənə yol çıxır da, düzdür, yazıram bura D, 3 dənə yol çıxır. M3 dedi ki, B-dir. B nə M2-dir, nə də M7-dir. M3-dür. D təpəsindən də 3 dənə yol çıxır da, deməli, D ya M2-dir, ya da M7-dir. Bilmirik bunlardan hansıdır. D-nin özünə hansı təpələr birləşir? B birləşir. B-dən neçə yol çıxır? 3 dənə. Yazıram bura 3. C birləşir. C-dən 5 yol çıxır. Yazıram bura 5. Bir də Y birləşir. Y-dən də 4 yol çıxır. Yazıram bura 4. İndi cədvəlimizdə analiz eləyək. Dedik ki, D ya M2-dir, ya da M7-dir. M2-dən başlayıram. M2 kəsişir M1 ilə. M1-dən neçə dənə yol çıxır? 2 dənə. 3, 5, 4 arasında 2 var, yoxdur. Deməli, buradan belə bir qənaətə gəlirik ki, M2 D deyil. Bunun üzərindən xətt çəkdim. Bir dənə qaldı M7. Deməli, M7 D-dir. D təpəsidir. Burada D yazıram, burada D yazıram. İndi gəlin analiz eləyək görək, həqiqətən D-dir M7, yoxsa yox. Deməli, M7 üzrə baxanda kəsişir bu M3 ilə. Düzdür? M3-dən neçə dənə yol çıxır? 3 dənə. 3 var burada. Sonra M7 kəsişir M4 ilə. M4-dən 4 dənə yol çıxır. 4 də var burada. Sonra M7 kəsişir M6 ilə. M6-dan 5 dənə yol çıxır. 5 də var burada. Deməli, həqiqətən də biz düz tapmışıq. M7 D-dir. Və bizdən soruşur ki, B məntəqəsindən D məntəqəsinə qədər olan yolun uzunluğunu müəyyən edin. Olan kəsişdiyi nöqtəni götürəcək. Bu M3-dür. M7 ilə kəsişəndə gəlib düşür bura. Deməli, B məntəqəsindən D məntəqəsinə qədər olan yolun uzunluğu olacaq 11. Cavabımız da olacaq bu. Keçək növbəti slaydımıza. İndi isə ağac informasiya modelini öyrənirik. Gəlin əvvəlcə əsas prinsipə baxaq. Baxın, burada yazıb ki, verilənlər arasında əlaqə iyerarxik struktura malikdirsə, yəni verilənlər bir-biri ilə şaquli tabelçilik münasibətindədirsə, onları ağac formasında təqdim etmək olar. Ağac dövrləri olmayan iyerarxik quruluşlu qrafdır. Ağacın iki təpəsi arasında yalnız bir yol var. Ağacın başlanğıc təpəsi kök, sonuncu təpələri isə yarpaq adlanır. Ağacda dövrlər və ilgəklər olmur. Baxın, aşağıdakı nümunələrimiz ağac informasiya modelinə aiddir. Fikir verin, bu başlanğıc nöqtə kök sayılır. Bu təpələri birləşdirən xəttlər isə yoldur. Lap aşağıdakı təpələr, hansı ki bunlardan yol çıxmır, bunlar yarpaq sayılır. Kökdən hər hansı təpə, misal üçün bu təpəyə gəlib çıxmaq istəyirsə, yalnız bir marşrut üzrə hərəkət edərək bu təpəyə gəlib çıxa bilərik. Yəni, başqa alternativ yolu yoxdur. Bir marşrut üzrə hərəkət edərək gəlib bu təpəyə çıxa bilərsiniz. Eyni ilə sağdakı ağacvari strukturumuzda da, bax, bura kök sayılır. Bu təpələri birləşdirən xəttlər yoldur. Lap aşağıda duran təpələr isə, hansı ki onlardan yol çıxmır, onlar isə yarpaqlar sayılır. Bax, bunlar yarpaqlardır. Həmən bu strukturumuz valideyn-övlad münasibətidir. Baxın, bura dediyimiz kök isə valideyn sayılır. Bax, bura valideyndir.
Bunlar onun övladlarıdır. Yazıram bura. Övlad 1. Bunlar da onların övladlarıdır. Yazıram bura. Övlad 2. Bu da Vəliyev A nöqtamının övladıdır. Buna da yazıram övlad 3. İndi belə bir sual ola bilər ki, Vəliyev K nöqta A, Vəliyev A nöqta M-nin nə idi? Əlaqələrə baxıb tapacaqsınız. Vəliyev A nöqta M-nin atası Vəliyev M nöqta A-da, Vəliyev M nöqta A-da Vəliyev K nöqta A-nın qardaşıdır. Buradan belə bir qənaətə gəlir ki, deməli, Vəliyev K nöqta A, Vəliyev A nöqta M-nin əmisidir. Yəni, bu şəkildə əlaqələrə baxaraq məsələni həll edə bilərsiniz. Belə bir sual da ola bilər ki, baxın, burada kökü verib və digər təpələrə bunlar birləşib. Deyə bilər ki, burada neçə dənə til var? Sayırsınız. 1, 2, 3 dənə til var. Düzdür? Sonra soruşa bilərlər ki, neçə dənə təpə var? 3-ün üstünə 1 gəlirsiniz, deyəcəksiniz 4 dənə təpə var. Niyə 1 gəldi? Bax, burada başlanğıc nöqtə kök olduğu üçün ona görə üzərinə 1 gəldi. Bunlar da digər təpələrə birləşsə, neçə dənə til oldu burada? 3 dənə yuxarıda, 1, 2, 3 dənə də burada. 6 dənə til var. Bəs neçə dənə təpə var? Üzərinə 1 gəlirsiniz, deyirsiniz ki, 7 dənə təpə var. Ağac modeli ümumiyyətlə harada istifadə olunur? Kompüterin qovluq sistemində istifadə olunur. Misal üçün, kompüterin qovluq sistemi tamamilə bu model üzərində qurulub. Məsələn, bir ana qovluq daxilində, alt qovluqların, onların da daxilində faylların olması klassik bir ağac strukturunu əmələ gətirir. Sonra istifadə oluna bilər saytların menyularında, internet saytlarına daxil olanda qarşımıza çıxan menyulara diqqət etsək, məsələn, bir xəbər saytında xəbərlər bölməsinə daxil olursunuz, bax, o kök sayılır. Oradan idman və yaxud da, misal üçün, siyasət alt bölmələrini seçirsiniz, bunları budaqlar kimi təsvir etsək, bu da məlumatın ağac formasında təqdimatı hesab olunur. Sonra təşkilat strukturunda hər hansı bir müəssisə və yaxud da təşkilatın idarəetmə strukturunda bir ağac informasiya modelinə nümunədir. Ən yuxarıda duran, misal üçün, direktor kök sayılır, ondan aşağıda müavinlər və şöbə müdirləri budaq hesab eləyə bilərik. Ən aşağıda isə işçilər, hansı ki, bunlar da yarpaqlar hesab oluna bilər. Burada da kəskin bir, belə deyək, şaquli tabiçiliyi mövcuddur. Sonra ailə şəcərəsində bu da ulu babalarımızdan başlayan bu zəncir nəsillərə bölünərək şaxələnir və böyük bir ailə ağacını formalaşdırır. Sonra proqramlaşdırmada məlumat strukturlarında ağac anlayışı xüsusi yer tutur. Məsələn, böyük həcmli məlumatların sürətli axtarışı və nizamlanması üçün proqramçılar məhz bu modeldən geniş istifadə eləyirlər. Keçək indi növbəti slaydımıza. Biz dedik ki, ağac modeli kompüterin qovluq sistemində də istifadə olunur. Baxın, soldakı paneldə gördüyünüz bu kompüterin qovluq sistemi iyerarxik struktura malikdir. Fikir verin, burada biz lokal diskə, C diskinə daxil olmuşuq. Onun içində ensiklopediya, far və foto qovluqları mövcuddur. Ensiklopediya qovluğunun içərisinə daxil olanda görürük ki, elm, mədəniyyət və təhsil qovluqları burada mövcuddur. Elm qovluğunun içərisində fizika, informatika, riyaziyyat, mədəniyyət qovluğunun içərisində isə memarlıq və rəssamlıq qovluqları mövcuddur. Və bu iyerarxik strukturun sintaksi, belə deyək, ünvanı bax bu şəkildə yazılır və onlar bir-birindən slash xəttləri ilə ayrılır. Bu fayla gedən yolun ümumi yazılışıdır. Həmən bu strukturun ünvanı da budur. Burada başlanğıc, kök, C diskidir. Hansı ki, bu faylın yerləşdiyi yerdir, diskdir. İnformatika qovluğu isə faylın yerləşdiyi alt qovluqdur. Say sistemlər.doc isə informatika qovluğunun içərisində yerləşən fayldır. Burada say sistemləri faylın adı hesab olunur. .doc isə faylın genişlənməsidir. Buna faylın tipi də deyə bilərik.
Failin yolu dedikdə isə baxın failə qədər olan hissə nəzərdə tutulur. Bax bu hissə fail özü daxil deyil. Amma failin tam yolu dedikdə isə fail daxil olmaqla bütöv bu hissə nəzərdə tutulur. Bax bura failin tam yolu hesab olunur. Bu da belə. Keçək indi suallarımıza baxaq. Bu sualımızda deyir ki, hansı qrafı ağac hesab etmək olar? Biz dedik ki, ağac informasiya modelində dövr və ilgəklər olmur. Fikir verin, A variantında, bax bu qrafımızda dövr var, bu ağac informasiya modeli deyil. B variantında da dövr var, C-də də dövr var. Burada bunlar ümumiyyətlə ayrıca birləşib. E variantında isə fikir verin, bu ağac informasiya modelidir. Bax, bura kökdür, bunlar isə yarpaqlardır. Bunları birləşən xəttlər isə yol sayılır. Və burada dövr və ilgək olmadığı üçün, şaquli tabeçilik münasibəti olduğu üçün bu ağac informasiya modeli hesab olunur. Keçək növbəti sualımıza. Burada deyir ki, uyğunluğu müəyyən edin, yəni 1-ə, 2-yə, 3-ə bu variantlardan hansı uyğunsa onları yazacaq. Deyir ki, tillərin sayı 5, yarpaqların sayı 3-dür. İndi baxaq burada sayıq hər bir variantda. Burada neçə dənə til var? 1, 2, 3, 4, 5, 6, 7 dənə til var. Neçə dənə yarpaq var? 1, 2, 3 dənə də yarpaq var. Sonra B variantına baxaq. 1, 2, 3, 4, 5, 6 dənə til var. 1, 2, 3, 4 dənə də yarpaq var. Sonra C variantında bu kök sayılır, düzdür. Bu isə yarpaq. Burada da 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə til var. 1 dənə yarpaq var. Sonra D variantında 1, 2, 3, 4, 5 dənə til var. 1, 2, 3, 4 dənə də yarpaq var. Y variantında isə 1, 2, 3, 4, 5 dənə til var. 1, 2, 3 dənə də yarpaq var. İndi uyğunlaşdıraq bunları. Tillərin sayı deyir ki, 5 olsun, yarpaqların sayı 3. Bu Y variantına uyğundur. Sonra ikincidə deyir ki, tillərin sayı 5, yarpaqların sayı 1. Bu C-yə uyğundur. Sonra 3-də deyir, tillərin sayı 7, yarpaqların sayı 3. Bu da A-ya uyğundur. Bu da belə. Deməli, bu dərsimiz informatikadan qraflar mövzusunun izahı oldu. Növbəti dərsimizdə görüşənədək.